Bismillahirrahmanirrahim. Bu yaşadığımız fani dünyada her bir insan her tür çətinliklərlə rastlaşa bilər və rastlaşır da. Hətta bir də yürürsən elə bir vəziyyət baş verir ki, sənə ən yaxın olan insanlar belə, qardaş, bacı, əmi, bibi, dayı, xala kimi yaxın adamlar belə səni tərk edirlər. Və görürsən ki, kənar bir adam sənə hayan olur, köməklik göstərir, sənin düşdüyün o çətinlikdən çıxmağın üçün sənə yardım edir, dayaq olur. Allahın köməkçilərə yardım etməsi barəsində Əli əleyhissalam buyurub, qardaş, əmi, dayı kimi çox yaxın qohumların tərk etdikləri şəxsə onun köməyinə çox uzaq olan yad çatar. Allah adamlar göndərər ki, onu tək qoymasınlar. Allah'a həmd eləyək öz izzət cəlalına. O bizləri tək qoymasın. Öz köməyini, yardımını bizlərdən əskik etməsin inşallah.